Xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məştəqimiz olma yolunda, yoldan hardasa bir 200 metr məsafədə gözəl bir həyət evimiz çıxıb. Hardasa bir 100 kvadrat olar, yerdən 7 daş, kürsülüdür. 3 otaq, bir mətbəx, bir sanuzəldən ibarətdir. Sənəd köhnə bələdiyyə çıxarışa yararlıdır. Təkdaşlı, yəni qoşadaşlı əyd hissəsini təqdim edib. Bu hissəyə daşı döşənmir veriləcək. Burada əlavə evin arxasında bir yeri var. Sonra evin sol tərəfində də fikir verin keçidi var. Və evdə mətbəx mebeli qalacaq. Bir də kombisi qalır. Yəni həqiqətən tərifə ehtiyac yoxdur. Bir hissəsini təqdim edir sizlərə. Keçi evin içərisini sizlərə təqdim edir. Bax, fikir verin, belə bir koridordur. Koridordan otaqlara ayrılır. Zal hissəsini təqdim edək. Gözəl bir salı var. Yəni şəxsi tikilidir. Buranı da göstərir sizlərə. İkinci yataq otağımızı təqdim edək. Yatağını göstərin, zəhmət olmasa. Və mətbəxini təqdim edək. Mətbəx mebeli qeyd etdiyimiz kimi qalır və kombisi var. Və sanuzelini göstərək. Sanuzeli təqdim edək sizlərə. Sanuzel tam hazır vəziyyətdə və aksesuarları qoyulur. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştəqimiz olma yolu, yolun hardasa 200 metr məsafədə olan 7 daşlı şəxsi tikilidir, köhnə bələdiyyədir. Belə deyək, qiymət 55.000 manat. Reallıq olası yəqin inşallah ev sahibi tərəfindən endirim olunacaq və səhifəmizi izlədiyiniz üçün Məştəq Əhmədin rəhbərliyi sizlərə dəyərli təşəkkürümüzü bildirir.